Əzizləyicilərim, sanki Xırdalanda nağıllar aləmindəsən. Bir dənə ev tapmışam sizlərə. Bax, gördüyün ev kutu kimi 3 mərtəbə villa. Mini villa yox ha, villa 3 mərtəbə, 6 otaq, sənətdan paket kupça, 3 sotun içərisində. Geniş, səliqəli, bağı, bağçası, besetkası olan bir evdir. Hər birini salamlayıram. Gözəl həyət evlərindən davam edirik. Evin əsas bax qapısı burdandır. Kamera sistemi 4 bir tərəfi. Xırdalanın dairəsi, Xırdalan dairəsində. Həyətində dekorativ ağaclar, güllər, çiçəklər nə istəsəz sizin üçün hazırdır. Burada bir dənə besetkası. Bax bir dənə qəşəng belə besetkası var. Əyləşmə qonaqlarımı qəbul elədim. Burada bax burada manqalı. Qəşəng səliqə. Burada köməkçi ayaq yolu, köməkçi otaqlar. Burada ağac əkmək üçün yer, səliqə, səhman. Həyətində saatına kimi var, prosta işləmir. Deməli, dəyərli izləyicilərim, qarşısı bax görsən belə şüşə ilə yığılıb, səliqəlidir. Keçək indi isə 6 otağın 6-sına sizə. Baxın, geniş həyət axtaran müştərilərimiz üçün bu gözəl bir fürsətdir. Daxil olaq, gələm bura, içəriyə doğru. Evimizdə uzun müddətli yaşayış yoxdur, əziz izləyicilərim. Və biraz işıqlandırılması zəif olduğu üçün, bax, göstərəm. Bir dənə buna baxın, dəyərli izləyicilərim. Bir dənə buna baxın, yəni hamamsanız elə. Elə bir ki, geniş bir otağın mətbəxidir. Gör, nə boydadır. Özünün müstəqil pəncərəsi də var. Tapılmır, kişi, müstəqil pəncərə ilə hamamsanız yoxdur. Bir dənə dolabı şkafı burada. Kombi başdan ayağa bir dənə hündür. Orada kladovkasıdır. Bir dənə zalı var ki, zalı var ha. Yəni buna bax, zala bax. Gəl. Bir dənə bu belə kurqom göstərəm bura. Bir dənə. Bir dənə geniş zal. Burada zalın davamı. Burada bir dənə mətbəx. Birinci mərtəbənin mətbəxi. Hara getdin ay Əmrah? Burada bir dənə birinci mərtəbənin mətbəxi. Geniş, səliqəli, səhmanlı. Kamera sistemi 24 saat. Ev nəzarətdədir. 24 saat nəzarətdədir. Video axıra qədər baxın. İndi isə qalxırıq evin 2-ci mərtəbəsi. Sarayın 2-ci mərtəbəsindəyik. Hər biriniz bir daha salamlayacağım. Ev bitmir, qardaş. Bir dənə, buna bax. Caqquz kim vardı, yəni, bura bax. Dincəl özün üçün bu evdə. Qiymət amma həqiqətən də bu qiymət bu evə görə çox aşağıdır. Bir dənə də balkonu burada. Keçək. Uşaq otağı, yazı masasına kimi hamısı var. 3 mərtəbənin 3-ü də monolit beton. Bir dənə geniş yataq otağı. Buna bax. Genişli 2 pəncərə düşən yataq otağı var.